Hörmətli izləyicilər, bildiyimiz kimi bugün 9-cu sinifə dəstək üçün 10 sual paylaşmışdıq Telegram kanalımızda. Həmin sualları indi izahını vermək istəyirəm. Asan suallardır və qeyd edim ki, hər gün 10 sualla davam edəcəyik. Birinci suala baxaq. Sözlərin birində nöqtələrin yerinə ğ yazılmalıdır. Danışmaqdan olmaz, birdə olacaq q. Oymaqlar q hərfi var burada. Məntiqi q. Sınıqçı, sınaqçı dedikdə isə burada heç nə olmamalıdır. Qaymağın. Deməli cavab hansı oldu? D bəndi. Keçək ikinci suala. Hansı birləşmədə birinci tərəfin son samiti cingiltili tələffüz edilir? Biz qaydanı yadımıza salaq. Qaydaya görə əgər bəzi samitlərdən sonra ya saitlə başlanan şəkilçi ya da saitlə başlanan söz gələrsə cingiltili tələffüz olunur. Əsasən B, G, D, C samitlərinə aiddir. Biz baxırıq burada, məsələn, Y bəndinə başlayaq. Ustad, burada baxın, özündən sonra samit gəldi. Deməli, burada T kimi tələffüz olunur. Gənc, özündən sonra samit gəldi, ona görə Ç kimi tələffüz olunur. Pələng, özündən sonra samit gəldi, yenə Ç kimi tələffüz olundu. Palıd dedikdə yenə yarpaq sözü samitlə başladığı üçün T olur. Amma innab, baxın, A ilə başladığı üçün olduğu kimi qalır. Cavab oldu A bəndi. Üçüncü sual. Üçüncü sualda səs tərkibi ilə bağlı klasteri hansı fikirlərlə tamamlamaq olar? Tamamlamaq olarsa, onda biz uyğun fikir seçməliyik. Baxın, burada yazılıb. Layiq sözü. Yəni, əslində biz bu birinci hissəyə baxmalıyıq ki, burada yanlışdır, yoxsa doğrudur. Əgər doğrudursa, biz bu hissəyə də doğru seçməliyik. Yanlışdırsa, aşağıda yanlış seçməliyik. Layiq sözünün biz görürük ki, fonetikaya aiddir. Necə olur? Layiq. A uzanır və K kimi tələffüz olunur. Layiq. 5 hərf, 5 səs var. Bu doğrudur. Yəni, burada səs artımı, səs düşümü yoxdur. İndi baxaq, doğru fikirlər seçək. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. 2 fərqli məqam yoxdur, yalnız 1 var. Q, K-ya çevrildi. Əgər uzanan saiti demək istəyirsinizsə, uzanan sait fərq yaratmır. 1 olan cavablar çıxaq. 2. 2 cingiltili, 1 kar samit var. L, Y cingiltili, K isə kardır. 2 doğrudur. 2 doğrudur. 3. Hər iki sait açıq dodaqlanmayandır. Bu kobud səhvdir. Yəni, hər iki sait açıq deyil. Biri açıq, biri qapalıdır. Ona görə A açıq, I isə qapalıdır. 3-ü çıxdıq. Səs uzanması baş verir. Bəli, layiq bayaq dedik, yazmışıq bura. Sonra 5 cingiltili samitlərin kar qarşılığı var. Cingiltili samitlər qeyd elədik. L və Y-dır. L-nın kar qarşılığı yoxdur. Ona görə 5 də yanlışdır. Cavabımız oldu 2, 4. A bəndi. Keçək digər suala. Bəndlərin birində sinonim sözlər verilmişdir. Bu biraz çaşdırıcı ola bilər. Əslində sinonimlər tapmaq asan olsa da, biz mütləq uşaqlar yadınıza saxlayın ki, eyni nitq hissəsinə baxmalıyıq. Elə sözlər var ki, dilimizdə bir-birinə bənzəyir. Mənası çox oxşuyur, amma fərqli nitq hissəsidir. Ona görə diqqətli olmalıyıq. Saat, zaman. Bu sinonim ola bilməz. Təkəbbür, lovğa. Bax, bu sinonimə bənzəyir, amma lovğa sifətdir. Təkəbbür isə isimdir. Bu olsaydı təkəbbürlü, lovğa. Onda düz olardı. Ona görə B-ni də çıxırıq. Çətin, asan. Bu antonimdir. Bu ola bilməz. Elmli, savad. Baxın, burada yenə deyəm, savadlı olsaydı düz olacaqdı. Amma biri sifətdir, biri isimdir. D-ni də çıxdıq. Hədiyyə, sovqat. Bu doğrudur. Hər ikisi eyni mənanı daşıyır və hər ikisi də isimdir. Keçək digər suala. Hansı feilin inkarı həm ma şəkilsi, həm də deyil sözü ilə düzəlir? Buna aid YouTube postumuzda yenicə paylaşmışdıq. Həm deyil, həm də ma, mə inkar şəkilsi ilə düzələn şəkil hansı şəkildir uşaqlar? Yadınızda saxlayaq, vacib şəkli. Amma lazım şəkli haqqında nə demişdik? Lazım şəkli yalnız deyillə
düzəlirdi inkarı. Amma vacib şəkli hər ikisi ilə düzəlirdi. Cavabımız olur. Vacib şəklini tapmalıyıq biz burada. Görəsidir, lazımdır, aparsa şərt, bildi, xəbər şəkli, eşitmişdi, yenə xəbər şəkli. Cavabımız oldu D bəndi. Danışmalıdır, malı, məli. Bilirik ki, vacib şəklin şəkilçisidir. Digər suala baxaq. Düzəltmə sözü müəyyən edin. Burada hamısı oxşar sözlərdir. Çünki əvvəli na hissəsi ilə başlayır. Amma bir dənə na burada şəkilçi C bəndindədir. Nabələd. Baxın, nabələd. Bu formada təhlil olunur. Cavab oldu C bəndi. Digər sual. Bəndlərin birində təsriflənməyən feillərin hər üçünə aid nümunə var. Təsriflənməyən feillər biz yadımıza salaq hansılar idi uşaqlar? Məsdər, feili sifət və feili bağlama. Hər birisinə aid bir dənə, hərəsində 3 söz olduğu üçün hərəsinə aid bir nümunə olmalıdır və biz onu tapmalıyıq. Bunu tapmaq üçün uşaqlar mütləq bu növlərin, bu formaların şəkilçilərini əzbər bilməlisiniz. Bir dəfəlik onu əzbərləyin, ondan sonra sizə rahat olacaq. Deməli, baxın B bəndinə başlayaq. İşləyən feili sifət, oxuduqca feili bağlama, gələr gəlməz feili bağlama. Gözləməlisən. Bu təsriflənən feildir. Daşmışdır, gedəsidir. Bu da təsriflənən. Hər üçü təsriflənən feildir burada. Dedi, deyir, deyəcək. Hər üçü təsriflənən feildir. Ağlağan sifətdir. Ona görə bu bənddə ola bilməz. Çalışqan da sifətdir. Bir dənə burada feili bağlama var. Cavab A bəndidir. Dayanmaq. Baxın, məsdər. Eşitdiyim, deyim, feili sifət. Baxarkən, arkən feili bağlama. Cavab oldu A bəndi. Keçək 9-cu suala. Təyin əvəzlikləri müəyyənləşdirin. Təyin əvəzliklərdə ümumiyyətlə əvəzliklərin növlərini əzbər bilməlisiniz. Bəzi bizdə qaydalar var ki, biz məntiqlə bəzilərini tapa bilsək də, bəzi növlər var ki, biz mütləq həmin sözləri əzbər bilməliyik. Məsələn, siz əvəzliklərin növlərini əzbərləməlisiniz. Təyin əvəzliklər hansılardır uşaqlar? Hər, öz, bütün, filan, bir də eyni sözləri təyin əvəzliklərdir. Və biz görürük ki, B bəndində var hər, bütün, filan. Deməli, cavab oldu B bəndi. Keçək digər suala. Cümlələrin birində isimləşmiş sifət var. İsimləşmiş sifət deyəndə nə nəzərdə tuturduq? İsmi xüsusiyyətlərini daşıyan sifət. Kim nə sualına cavab verən, cümlədə tamamlıq olan, mübtəda olan sifət isimləşmiş sifətdir. Ləyaqətin keşiyində durmaq mərdliyə dəlildir. Baxın, bu mərdliyə sözündə çaşmayın. Çünki mərdliyə sözü elə isimdir. Mərdlik. Ona görə burada yoxdur. Dünyada ən qiymətli amil vaxtdır. Burada qiymətli söz var. O da isimləşməyib. Ağıllı adamlar kim bəsləməzlər? Ağıllı isimləşməyib. Müəllim öyrədə bilməyənləri həyat özü öyrədəcək. Bu sözdə də uşaqlar çaşmayın. Çünki bilməyənlər sözü sifət yox, feili sifətdir. Cavab olur D bəndi. Tamahkarın gözü kor olar. Tamahkar sözü əslində sifətdir. Sadəcə aid olduğu söz düşdüyü üçün, yəni tamahkar adamın gözü kor olar olmalıydı. Adam sözü düşdüyü üçün tamahkar sözü burada isimləşmişdir. Cavab oldu D bəndi. İndi biz keçək axırıncı sualı belə yazmışdıq. Frazeoloji birləşmələrin biri amonimdir. Frazeoloji birləşmələr bilirik ki, həm amonim, həm sinonim, həm də antonim olur. Və amonim, sinonim və antonim qarşılığı mütləq nə olmalıdır uşaqlar? Frazeoloji birləşmə olmalıdır. Burada amonim, frazeoloji birləşmə artıq burada cavabını görürsünüz, üz verməkdir. Amonim mənalar hansılardır? Hər iki mənasına baxaq. Bir var ki, üz vermək. Deyir ki, bu misaldan biz yadımıza saxlayırıq. Uşağa üz verirsən, astar istəyir. Üz görür səndən. Sən ona yəni xoş baxırsan çox üzünə. Bir bu üz vermək var, bir də var. Üz vermişdi, baş vermişdi. Onlara bir xoşbəxtlik üz vermişdir. Belə deyək. Demək, üz vermək nə deməkdir? Baş vermək mənasında. Hər iki mənasında oldu amonim. 10 sualın izahını sizə verdim uşaqlar. Əgər faydalı, yararlı oldusa bəyəni paylaşmağı unutmayın. Sağ olun.